Bax, bəzən deyirlər ki, analıq deyəndə qadınları alçaldırsınız. Məsələn, Qurana baxsaq, Quran çox maraqlı cizgi çəkir. İnsanlığın zirvəsini şəhidlərdə vurur. Ki, o da kişilərdir də, özünü həqiqət uğrunda qurban verən. Ananın özəlliyi nədir? Ana analıq məqamında özünü balasından ötürü qurban verməyə hazırdır. Evet. O məqamda. O körpə ondan asılı olanda heyvanlarda da bu belədir. Təsəvvür ki, balaca kəklikdir də, o tülkünün qabağına atır özünü qorxmadan balasını xilas eləmək üçün. Bu nə cəsarət, bu nə dəhşət, bu nə gözəllik. O gözəllik hər kişidə yox, hər qadında az qala o analıq səviyyəsi olur. Amma hər kişidə özünü həqiqətdən ötürü canavarın ağzına atmaq xüsusiyyəti olmur. Qadınlar isə demək olar ki, hamısı balasından ötürü gözünü qırpmadan ölməyə hazır olan varlıqlardır. Bu, onların həyatının zirvəsidir. Bu da bəzi kişilərin, bütün yox. Ona görə kişilər hələ sübut eləmədilər özlərini ki, gerçəkdən bir şeyə dəyərlər, yoxsa yox.